Salam, 8-ci sinif biologiya dərsliyindən 2-ci hissədən 8-ci bölməyə aid xülasəyə baxaq. Fikir verin, burada müxtəlif xəstəliklərin baş vermə səbəbləri nələr ola bilər qeyd olunubdur. Gördüyünüz kimi orqanizmdə yüksək xolesterin, siqaret çəkmək, düzgün qidalanmamaq, fiziki fəallığın aşağı olması, arterial hipertoniya, yəni arterial təzyiqin yüksək olması normadan, stres, həyəcan, depressiya, piylənmə, alkoqol, bunlar hamısı insan orqanizmində bax gördüyünüz kimi ürək damar xəstəlikləri, onkoloji xəstəliklər, bronxial və ağciyər xəstəlikləri, o cümlədən şəkərli diabet xəstəliklərinin yaranma səbəbləri ola bilər. Biz bu bölmədə immunitetdə öyrəndik. Bildiyiniz kimi immunitet yoluxucu xəstəliklərə qarşı orqanizmin müqavimət göstərməsi, yəni xəstəliyə yoluxmamaq qabiliyyətidir. İmmunitet iki yolla yaranır, süni və təbii yolla. Qeyd elədik, süni yolla müalicə zərdabı və yaxud da ki, peyvənd vasitəsilə yaratmaq mümkündür immuniteti. Təbii yolla isə qazanılmış, yəni keçirilmiş xəstəliklərdən sonra, yəni hansısa bir xəstəlik keçirilir, ondan sonra təkrar o xəstəliyə yoluxma baş vermir. Onda bu təbii qazanılmış immunitet hesab olunur. Bildiyiniz kimi qızılca xəstəliyinə insanlar bir dəfə yoluxur, daha ona yoluxmur. Onlarda çünki qazanılmış immunitet təbii yolla yaranmış olur. Və yaxud da ki, anadan gəlmə, irsi ola bilər təbii immunitet. Buna isə qeyd elədik ki, it taunu, donuz taunu kimi xəstəliklərə insanlar yoluxmurlar. Bunlar təbii immunitet hesab olunur. Keçirik burada karbon qazının dövriyyəsinə. Baxırıq karbon qazı gördüyünüz kimi atmosferdə olan karbon qazı 0,3% təşkil edir. Atmosferə qayıtma səbəbi vulkan fəaliyyəti ola bilər. İnsanların tənəffüs prosesində karbon qazı xaric etməsi ola bilər. Və yaxud da ki, bitkilərin tənəffüs prosesi, heyvanların tənəffüs prosesi mühitə karbon qazının verilməsində iştirak edir. O cümlədən də bildiyiniz kimi torpaqda olan əhəngdir, mərcan lifləridir. Bunlar öz növbəsində eroziyaya uğrayaraq bax belə bir davamsız turş əmələ gətirə bilər. Onlar isə öz növbəsində okeanlarda suya və karbon qazına parçalanır. Karbon qazı yenidən atmosferə qayıtmış olur. Atmosferdə olan karbon qazının orqanizmə daxil olması dövriyyənin əsasını təşkil edir. Karbon dövriyyəsini bax bu gördüyünüz kimi karbon qazı işıqda günəş işığının təsiri ilə bitkilərin yaşıl xloroplasta malik olan hüceyrələrində fotosintez adlanan prosesin həyata keçirilməsinə səbəb olur ki, və bu da bitkilər tərəfindən üzv birləşmələrin əmələ gəlməsi ilə nəticələnir və bildiyiniz kimi bu üzv maddələrdən bitkilər özləri qida kimi istifadə edir, qalanları isə heyvanların üzv birləşmələri şəklində, yəni ot yeyənlər onları yedikdə, ot yeyənlər yediyi qidanın tərkibində, onların bədəninin qurulmasında həmin azotlu birləşmələr yenidən iştirak etmiş olur. Bildiyiniz kimi, istərsə bitkilər olsun, istərsə də heyvanlar olsun, ömürlərin başa vurduqdan sonra ölürlər və torpaqda üzv birləşmələr detritlər tərəfindən mənimsənilmiş olur. Bundan başqa karbon qazı dedik ki, torpaqda da toplana bilir. Məsələn, əhəngdir, mərcan lifləridir, mərmərdir və s. Onun tərkibində dedik, eroziyaya uğrayaraq karbon qazı şəklində yenidən atmosferə qayıda bilər və yaxud da ki, orqanizm tərəfindən tənəffüs prosesində və yaxud da ki, vulkan fəaliyyəti nəticəsində yenidən karbon qazı şəklində atmosferə qayıtmış olur. Amma atmosferdən orqanizmə qayıtması, yəni dövriyyənin əsasını fotosintez prosesi təşkil edir ki, bu proseslər də işıqda yaşıl plastidləri olan bitkilərdə həyata keçirilmiş olur və beləliklə
karbon qazının dövriyyəsi baş vermiş olur. Patogenlərin orqanizmə daxil olmasına gəlincə, patogen yəni xəstəlik törədən mikroorqanizmlərdən söhbət gedir. Onlar orqanizmdə bilirsiniz ki, əgər daxil ola bilərlərsə, bu zaman xəstəlik yarada bilirlər. Çünki onlar orqanizmdə parazitlik edikdə özlərinin həyat fəaliyyəti zəhərli məhsullarını orqanizmə verirlər ki, o da orqanizmin xəstələnməsinə gətirib çıxarır. Amma patogenin orqanizmə daxil olma yollarına gəlincə, burada maneələr mövcuddur ki, birinci maneə ola bilər dəri olsun, selçi qırşalar, göz yaşı, tər, ağız suyu, xlorid turşusu, dəridə və selçi qırşada olan mikroorqanizmlər patogen orqanizmlərin orqanizmimizə daxil olmasının qarşısını alan birinci maneə hesab oluna bilər. Və yaxud ikinci maneəyə gəlincə, bildiyiniz kimi qanın leykositləri, qan cisimcikləri və yaxud da ki, limfada limfositlər və yaxud toxuma mayesi makrofaqlar mövcuddur ki, onlar da öz növbəsində orqanizmimizə ya cisimlər ki, daxil olur patogen orqanizmlərə qarşı mübarizə apararaq onları tutur, zərərsizləşdirir və s. Beləliklə də ikinci maneəni təşkil etmiş olur. Yəni, orqanizmimizdə birinci maneədən salamat qalıb ikinci maneə tərəfindən tutula bilənlər məhv olur yenə də, tutula bilməyənlər isə gördüyünüz kimi orqanizmdə xəstəlik yaranmasına gətirib çıxara bilər. Atmosferdə azot dövriyyəsinə gəlincə, bildiyiniz kimi azot orqanizmlər tərəfindən deməli canlı dövriyyəyə qoşulur. Burada azot fiksə edən bakteriyalar torpaqda və olur yaşayır və yaxud siyanobakteriyalar suda və yaxud paxlalı bitkilərin köklərində bakteriyalar atmosferin azotun tutur. Bax, burada azot oksidi verilibdir. Bunun yerinə azot N2 şəklində verilsəydi, məncə daha doğru olardı. Bildiyiniz kimi 78% atmosferdə atmosfer azotu mövcuddur və qeyd elədim ki, birbaşa olaraq onlar canlı orqanizm tərəfindən ən çox dövriyyəyə qoşulurlar. Düzdür, bu prosesdə azot oksidlərinin yaranmasında günəş şüaları, ildırım çaxmalar, vulkanlar, bunlar da təsir göstərir, amma bu proseslər nəticəsində, təbii proseslər nəticəsində az miqdarda azot oksidləri yarana bilir. Əsas bioloji fiksasiyanın əsasını, bax bu gördüyünüz kimi bioloji fiksasiyanın əsasını təşkil edir azot fiksə edən bakteriyalar. Onlar torpaqda yaşayır və yaxud da ki, suda isə siyanobakteriyalar bu prosesi həyata keçirmiş olur. O ki, qaldı paxlalılara gəlincə, bildiyiniz kimi, paxlalı bitkilərin köklərində yumrucuq bakteriyaları mövcuddur ki, onlar da bilavasitə atmosferin azotun mənimsəmək qabiliyyətinə malikdirlər. Azotlu üzvü birləşmələrin deməli, əmələ gəlməsində iştirak edən deməli, orqanizmlər ən çox bitkilər hesab olunur. Deməli, bitkilərdə amin turşuların sintezi həyata keçirilə bilir. Bu prosesdə onlara fotosintez məhsulları da iştirak etmiş olur. Amma bildiyiniz kimi, zülalın tərkibində azot elementi olduğuna görə mütləq, bax bu gördüyünüz kimi, həm təbii bioloji fiksasiya, həm sənaye fiksasiyası, bax bu gördüyünüz kimi ammonium ionunun azot oksidlərindən, deməli, ammonium ionundan başqa, deməli, nitritlər və nitratlar da mövcuddur ki, bu nitratlar şəklində, deməli, azot fiksə eləyən, yəni bioloji fiksasiya nəticəsində biz ona hansı ki, nitrifikasiya bakteriyaları da deyirik. Nitrifikasiya bakteriyaları sərbəst azotu ammonium ionuna, ammoniaka, nitritə və nəhayət nitratlara çevirir. Bildiyiniz kimi, nitratlar suda həll olmaq qabiliyyətinə malikdir. Bitkinin kökləri isə torpaqdan nitratları qəbul edir və bitkilər onları dedik ki, zülalların sintezinin əmələ gəlməsində iştirak edirlər. Yəni, amin turşuların sintezində, son nəhayədə isə zülalın sintezində iştirak etmiş olurlar ki, bitki zülallarının əmələ gəlməsi, bildiyiniz kimi, bitkilərlə qidalanan heyvanlar isə öz növbəsində, deməli,
bitkilərdən istifadə elədiyinə görə həmin bitki zülalları heyvanların tərkibinə, orqanizminə daxil olaraq orada da heyvani zülalların sintezində iştirak etmiş olur. Bildiyiniz kimi, istərsə bitkilər, istərsə heyvanlar, istərsə baxlalılar və yaxud da ki, orqanizm qalıqları, ifrazat məhsulları da mövcuddur ki, onların tərkibində azot elementi mövcuddur. Bura asidik cövhərini və yaxud ammoniakı və yaxud digər maddələr, azotlu birləşmələrin misal göstərmək olar ki, onlar isə bax bu gördüyünüz kimi yenə də ammonium, nitrit və nitrat ionlarının əmələ gəlməsində iştirak edir. Bu işdə onlara reducentlər köməklik göstərir və öz növbəsində gördüyünüz kimi torpaqda da azot yenə toplana bilir. Bildiyiniz kimi bitkilərə verilən azot gübrələrinin miqdarı çox olanda onlar torpaqda toplanır. Bu özü də orqanizmlərə ziyanlı hesab oluna bilər. Amma yenidən deməli, orqanizmlərdən, yəni qalıqlardan sərbəst azota qədər çevrilməsi prosesini həyata keçirən denitrifikasiya bakteriyaları hesab olunur ki, denitrifikasiya bakteriyaları həmin deməli azot olan birləşmələri, ammonium ionlarını və yaxud ammoniakı, nitratları sərbəst azota qədər reduksiya edirlər ki, sərbəst azot yenidən atmosferə qayıdır və beləliklə də təbiətdə azot elementinin təbii dövriyyəsi baş vermiş olur. Bu qədər qalanları növbəti dərsimizdə. Sağ olun.